Salam, sabahınız xeyir olsun. 7 iyul 2026-cı il tarixidir. Yay fəslinin 17-ci günüdür. Məhərrəm ayının 22-ci günüdür. İyul ayının ilk həftəsinin ikinci çərşənbə axşamı günüdür. Hər birimizə gözəl, can sağlıqlı bir gün keçirməyi arzulayıram. 7 iyul günündə iş arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı, bol bərəkətli ruzidə, sülh əmin-amanlıqlı, firavanlıqlı, dinc qulaqlı, xoş xəbərlərlə zəngin dolu olan bir gün keçirməyi arzulayıram. Bununla yanaşı isə 7 iyul günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı, qulaq dincliyi, bol bərəkətli ruzi, gözəl bir gün keçirmək arzulayıram və qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. 7 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan hər birinə rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 7 iyul günündə kimlər anılır, xatırlanır, yad edilir, hər birinə xoş, gözəl xatırlamağı, yad etməyi, anmağı arzularım hər birimizə. Bununla yanaşı 7 iyul günündə kimlərin xəstələri var, Allahdan hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu bu gündə də salamlayıram. Hər birinə can sağlıqlı, sübhanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, eləcə də xoş xəbərlərlə zəngin dolu bir gün keçirmələrini arzulayıram. 7 iyul günündə kimlərin ad günü, şad günü, xoş günüdür, hər birini bu münasibətlə təbrik edirəm. 7 iyul günündə də tarixi hadisələr baş vermişdir. 7 iyul günündə baş verən tarixi hadisələr isə bunlardır. 7 iyul 1784-cü ildə Avstriyada Johannes Tuver ilk dəfə olaraq aerostatda uçuş həyata keçirdiyi gündür. Bununla yanaşı 7 iyul günü də 1846-cı ildə Amerika Birləşmiş Ştatlarının Meksikanın bir hissəsi olan Kaliforniyanın aneksiyasını elan etdiyi gündür. 7 iyul 1923-cü ildə Moskva rəhbərinin qərarı ilə Dağlıq Qarabağa Muxtar Vilayəti verildiyi, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında Azərbaycan SSR Mərkəzi İcraya Komitəsinin dekret qəbul etdiyi gündür. 7 iyul 1929-cu ildə Mussolini və Roma Papasının razılaşması nəticəsində müstəqil Vatikan dövləti qurulduğu gündür. 7 iyul 1994-cü ildə Şimali və Cənubi Yəmən arasındakı müharibə Şimalın qələbəsi ilə başa çatdığı gündür. 7 iyul 2005-ci ildə Londonda metroda baş verən terror aktı nəticəsində 50-dən artıq insan həlak olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.